اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. لا حول ولا قوة إلا بالله العلي العظيم. وصلى الله على سيدنا وسيد المرسلين وعلى أهل بيته الأطيبين، واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. ولتكن منكم أمة يدعون إلى الخير ويأمرون بالمعروف وينهون عن المنكر وأولئك هم المفلحون. صدق الله العلي العظيم. Allah Təbarək və Teala bu neçə gün məclislərdə bizi müvəffəq eləsin inşallah. Allah hər birimizi İmam Hüseyin Əleyhisselam məclisindən qeybdə eləməsin, məclisdən bir gün də adımızı xali eləməsin. Allah hər gün İmam Hüseyin Əleyhisselamın əzadarı bizi qərar versin. Bu gecə qəlbimə rüyada elə qəm gəldi. Bu gecə qəlbimə rüyada elə qəm gəldi. Yuxudan durdum, oyandım ki, Muharrem gəldi. Yuxudan durdum, oyandım ki, Muharrem gəldi. Mən Hüseyin adını çəkdim, elə qəmləndi könül. Boğazı tutdu qəhər, gözlərimə nəm gəldi. Mürtəzanın qızı ol Zeynəb-i Kübra-i Ərəb, xırda qızlarla bərabər və dəmadəm gəldi. Nəhri əlqəmdə görüb qolları yox səqqani, Nəhri əlqəmdə görüb qolları yox səqqani, bu kədərlə şah edib öz qəddini xəm gəldi. İndi gör əsğər üçün Tanrı nələr xəlq eləyib, canını verməmiş İsmailə zəmzəm gəldi. Allah İmam Hüseyin Əleyhisselamı dərk edənlərdən bizi qərar versin inşallah. Qardaşlarım, bacılarım, bu Azərbaycan xalqının Allaha çox şükürlər olsun ki, Əhl-i Beytlə bağlılığının tarixi çox qədimdir. Mən bir haşiyə çıxım, mövzuya başlayacaq inşallah. Allah tövfiq versin. Dərdimizin dərmanı bu neçə gündə çıxsın mənim qarşıma mövzular. Mən o mövzularla gələm sizin xidmətinizə. Sizi bura gətirən dəvət deyil. Peyğəmbərimiz buyurur: İnnə hararətən fi qulubil müminin liqatlil Hüseyn la təbrudu ilə yevmil qiyamə. Balam Hüseynin qətlində Allah möminlərin qəlbində bir hərarət yandırıb, o hərarət qiyamətə qədər sönməyəcək. Hamını daxili hərarət gətirir bu məclisə. Allah o niməti, o hərarəti əlimizdən almasın. Bu xalqın əzəməti və keçmişi var. Mən dedim bir haşiyə çıxıram, budur haşiyəm. Hərmələ məluna, Kərbəlanın vəhşi qatili, o Hərmələ rolunu aparan aktyor danışırdı bir gün televizorda. Deyirdi, anam mənə dedi, bala südüm haramın olsun, sən gedib hərmələ olubsan, mən səni hərmələ olmaq üçün doğmamışdım. Bu İmam Hüseyin Əleyhisselam məhəbbət qoymur bir aktyor da o rola girsin. Bizim, dedim, xalqın əzəməti var. Hərmələ məlundan soruşdular, Hərmələ, İmam Hüseyin Əleyhisselamın ürəyinə ox vurdun, Əbəlfəz ağanın gözünə ox vurdun. Bildik bunlar, deyərdin ki, böyükdülər, əstəğfurullah, nəsə bir adına bir söz deyərsən. Amma o körpə Əlyəsxəri niyə öldürdün? O sənə neynəmişdi? Axı Allah Quranında cəhalət dövründə öldürülən uşaqların belə haqqını qoruyur. Hərmələ deyir, mən o körpüyə ox atmadım, mən Hüseynin qucağını oxladım. Hüseynin qucağı onun böyütdüyü Əli-Əkbər olur. Əli-Əsxər də böyüsəydi, Əli-Əkbər olacaqdı, ona görə onu vurdum, o qucağı vururam. Bu xalqın qucağı Əhl-i Beyt sevən, becərən xalqdır. Bu anaların
Qucağından düşən görürsən məscidə gəlir. Bu xalqa Allah bir nemət verib. Bu xalq qəhrəman yetirən xalqdır. Sovet hökumətinin vaxtında dindən, imandan əlimizi, ayağımızı üzmüşdülər, amma qəhrəmanlarımız vardı. Məsələn, Gəncədən İsrafil Məmmədov qəhrəman çıxmışdı. Həzi Aslanov qəhrəman çıxmışdı. Həzi Aslanov deyir, Azərbaycan xalqı hara gedir, özü ilə İmam Hüseyni aparır. Bu xalq qəhrəman yetirən xalqdır. Bu xalq 44 günə 3000 qurban verməyi bacaran xalqdır. Allah bu izzətimizi, Əhl-i Beytlə əlaqəmizi almasın. O din də insana qəhrəmanlıq öyrədir, o Hüseyni duruşdur. O İmam Hüseynin bizə çatdırdığı dindir. İmam Hüseyin əleyhissalamın əşq cəbhəsində olan din insana, üzr istəyirəm, süstlük, qoy lap çılpaqlıqla deyim, bir qeyrətlikdən başqa bir şey gətirmir. Qeyrət gətirən Məhərrəmin biri gəlib, insanın ürəyində, qəlbində, damarlarında bir qeyrət çuşa gəlib. Allah onu, o neməti əlimizdən almasın inşallah. Başlayaq bir sual mövzu ilə. İmam Hüseyin ağa söhbətləri o qədər bərəkətlidir. Hər il təzə bir şey. Mən Bakıda 16-cı ildir İmam Hüseyin əleyhissalam haqqında mənbərə gedirəm. 10-cu ildən bu da 2026-cı il. 16-cı dəftərdə başlamışam yazmağa. Hər ildə baxsaz ayrı-ayrı sözlərdir. Özü kimi onun haqqında olan sözlər də bərəkətlidir. Bugünkü mövzumuzun adı belədir. Çünki axı görürəm şəbəkələrdə İmam Hüseyin əleyhissalamın cürət eləyib hərəkatın sual altına qoyurlar. Əstəğfurullah, düz eləmə deyib, gərək belə eləyərdi, gərək belə eləyərdi. Öz zamanında da bu sözləri deyən olmuşdu. Mən bugünkü mövzunun adını belə qoyuram. Mövzu ilə daxil olaq İmam Hüseyni tanımağa əleyhissalamı. İmam Hüseyin əleyhissalamın qiyamı və hərəkatı şəriət cəhətdən düzgündür ya yox. Gərək şəriət var, Allahın göndərdiyi din var, Quran var, şəriətlə düzdür ya yox. Mütəal Allah Ali İmran surəsinin 104-cü ayəsində buyurur, aranızda xeyrə çağıran, ayəni bayaq oxudum, aranızda xeyrə çağıran, yaxşılığa əmr eləyən və pisliklərdən çəkindirən bir cəmaat olmalıdır, olsun gərək. Onlar əsl nicat tapanlar. İmam Hüseyin əleyhissalam 14 əsrdir bizə əmr-i məruf və nəhy-i münkər edir, yaxşılığa dəvət edir, pislikdən çəkindirir. Bu mövzunu dedim ki, İmam Hüseyin əleyhissalamın qiyamı şəri cəhətdən düzgündüyə yox, bunu axtarmaq üçün gərək imamın Mədinədən çıxıb Kərbəlaya şəhadətinə qədər düşək dalıca izləyək. Qardaşlarım, İmam Hüseyin əleyhissalam hicrətin 60-cı ilində həm bu neçə gün ərzində həm tarix danışacağam, həm mahiyyət. Tarixdən də xəbərimiz olsun, mahiyyətdən də. Hicrətin 60-cı ilində, Rəcəb ayında lənətlik Muaviyə görbacor oldu, Allah lənət eləsin. Muaviyə öləndən sonra Yezid vəliəhd oldu. Muaviyə öləndə Yezid də ovda idi, 40 gündən sonra gəldi. Dedilər ki, dədön ölüb də şahsansan, bu proqramları eləyəcəksən. Dədön deyib 3 nəfərdən beyət alarsan, Ömərin oğlu Əbdullahdan, xəlifə oğlu idi. Ömərin oğlu Əbdullahdan, Zübeyrin oğlu Əbdullahdan, bir də Əli əleyhissalamın oğlu Hüseyndən. Bunların üçün tabi elə özü. Beyət bilirsiniz nədir? Beyət odur ki, gəlsin əlin qoysun sənin əlin üstünə, desən sənin hakimiyyətin, düzgün olmağını tanıyıram. Sən nə desən, mən də o. Yəni, səni mən özümə rəhbər kimi qəbul edirəm. Sənin ilə hakim olmağın düzdür. Bunlar səni qəbul eləsin. Zübeyrin oğlu sığındı Kəbiyə, Əbdullah ibn Ömər Mədinədə, İmam Hüseyin əleyhissalam. Elə ki, Vəlid ibn Ütbə, Mədinənin valisi İmam Hüseyin əleyhissalamı Yezidin məktubu çatan kimi Vəlid çağırdı məclis öz sarayına, İmam Hüseyin əleyhissalamdan beyət istədi. Hicrətin 60-cı ildə, indi deyəcəm sözümün arasında nələr oldu orada deyəcəm. İmam Mədinəni Rəcəb ayının 28-də tərk elədi Mədinəni.
Gəldi Məkkəyə, Allah beytinə sığındı. Məkkə əmin-amanlıq şəhərdir, orada qarışqanı da öldürmək olmaz. Amma Yezid bu hörməti sındırdı, Kəbənin hörmətini sındırdı. Qurana baxın, Quranda 4 ay haram aydı. Onun birincisi Mühərrəm aydı. Mühərrəm ayı ildə dəyişilir. 1447-ci qəməri təqvimi keçdi 1448-ci ilə bu gecə. Deməli, Məhərrəm ayının hörmətini sındırdı. İmam Rıza Aleyhisselamdan hədis oxuyacağım qarşıda gələn günlərdə. İmam buyurur, cahillər bu ayın hörmətini gözləyirdi, Əməvilər gözləmədi. Məhərrəm ayına hörmətsizlik, Kəbiyə hörmətsizlik. İmam Hüseyin Aleyhisselam Zilhiccə ayının, bu keçən ayın, bu cəmaat həccə gedən ayın 8-nə qədər Məkkədə qaldı. Gördü, Yezid Məkkədə qan tökmək istəyir. İmam Zilhiccə ayının 8-də Məkkəni tərk elədi və ikisi Məhərrəmdə təqribən 22 günə gəldi, çıxdı Kərbəlayı Müəllayı. İraqa, Kufiyə gedirdi, yolu nəydilər, gəldi, çıxdı Kərbəlayı Müəllaya və Məhərrəm ayında 10-da ağanı şəhid edirlər. Bu qısa tarix. Amma yavaş-yavaş ağanın Mədinədən çıxıb Kərbəlaya qədər bu neçə günün təhlil eləyəcək mahiyyəti ilə. Bir neçə cəhətdən yanaşmalıyıq. Birinci, başa düşməliyik, İmam Hüseyin Əleyhisselam əzadarları. Hərəkatın, hədəfin başa düşməliyik. İmam Hüseyin Əleyhisselamın hədəfi nə idi? Niyə vətənin tərk elədi? Niyə bir kəlmə Yezidə hə deyib oturmadı Mədinədə? Yeziddən sonra, əstəğfurullah, Allah Yezidə lənətləsin, zahirdə onlar da ikinci adam. Bir vəzifə verərdilər, niyə qəbul eləmədi? İmamın hədəflərini bilməliyik. Bunu da bir neçə yolla tanıyırıq, tapırıq. İmamın hədəfi nədir? Birinci, axı deyirik, şəri olmağın, şəriətlə düzgün olmağın gərək ispat edək. Təəbbüdüdür. Birinci, yəni İmam Hüseyin əleyhissalam əbd olaraq, Allaha bəndə olaraq öz bəndəçilik vəzifəsini yerinə yetirdi. Amma bu bəndəlikdə İmam Hüseyin əleyhissalam özü şəriətin məstəridir. Bu cümlələr biraz ağır olsa izah eləyəcəm. Şəriətin məstəri yəni nədir? Şəriəti imamdan öyrənərlər. Bugün şəriətin qanunları Quran, Peyğəmbər və imamların kəlamlarının üzərində qurulur. Belə deyək də, məsum vəzifəsini bilir. Onda ilahi elm var, elmi lədün var. Allah onun qəlbinə elmi tökür. Daha o gedib müəllimdən dərs almır. Allah onun qəlbinə elmi doldurur. Bəs ilahi məsləhət nədir? İmam Hüseyin əleyhissalam onu elədi. Daha doğrusu Allah nəyə razıdır? Və imam neynəməli idi? İmam Hüseyin ağanın yerində hansı imam olsaydı onu eləyərdi, İmam Hüseyin əleyhissalam onu elədi. Mədinəni tərk elədi, vətənini tərk elədi. Nə qədər edilər, qarşısını ala bilmədilər və İmam Yezidə biət eləmədi. Mən dedim, İmam Hüseyin əleyhissalamın şəriətin məstəridir. Yəni, adam şəriət qanunlarını imamdan öyrənər. Məsumun sözü nöqsansızdır. Allahın sözüdür, o Allahın sözünü çatdırır. Mən bir dənə hadisəni danışım, daha dolğun başa düşək. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hicrətin 8-ci ilində Məkkəni fəth eləyib. Yəni, Məkkədən Peyğəmbəri daha doğrusu istədilər öldürərək Məkkədə. Bilirsiniz, Peyğəmbərimiz gəldi Mədiniyə, Mədinədə qüvvət topladı, hicrətin 8-ci ildə Məkkəni fəth eləyir. Xəbər vermir, qoşun toplayır, hazırlaşır və Mədinəlilərə ciddi tapşırıb ki, heç kim Məkkəyə xəbər uçurtmasın ki, biz Məkkəni fəth eləməyə gedəcəyik. Bir nəfər Məkkədə qohum əqrabası olan mühacirlərdən, Peyğəmbərlə Məkkədən Mədiniyə gələnlərdən Hatib ibn Əbi Bəltəə adında bir müsəlman. Bu Hatibin qohum əqrabası var Məkkədə. Ürəyi dözmədi. Götürdü bir dənə məktub yazdı. Mədiniyə ticarətə gələn bir Sara ya Surə, tarixdə 2 cür adı yazıblar. Sara ya Surə adında bir qadına hacı verdi məktubu. Dedi, neyniyərsən?
bunu aparıb Məkkədə mənim qohumlarıma verərsən ki, Peyğəmbər hücuma hazırlaşır. Ehtiyat görsünlər. Peyğəmbərimiz də bu hərbi sirdir. Deyib ki, heç kim Məkkəyə xəbər uçurtmasın. Allah təbarək və təala Cənab-ı Cəbrailin vasitəsilə xəbər verdi ki, ya Rasulallah, o Mədiniyə ticarətə gələn, daha doğrusu bir müğənniyə qadındır, düşüb oxuyurdu, pul qazanırdı. O həmin Saraya, Suriyə bir 10 dinarda pul verib Hatib ibn Əbi Bəltə deyib bu məktubu Məkkəlilərə çatdırarsan. Adam göndər o məktubu al. Sənin fəthinə, planından xəbərlər nə olacaq? Muhammed Ali Muhammedə salavat zikr edək inşallah. Və Ali Muhammed və accil faracahum. Bəli. Peyğəmbərimiz 3 nəfəri göndərdi. Miqdad, Zübeyir və Həzrəti Ali əleyhissalam. 3 nəfəri göndərdi, gedin o qadınla məktubu alın, götürün, gəlin. Qadının özünü də qaytarın. Bu müsəlmanlar gəldilər yolda, bir məntəqə dedi Peyğəmbərimiz, dedi o Tac məntəqəsində tapacaqsınız, oradan alın, gətirin. Bu 3 nəfər gəldilər, Əli əleyhissalam, Zübeyir və Miqdad, gəldilər, kəsdilər bu xanımın qarşısını, bu Saranın qarşısını. Miqdad dedi ki, Peyğəmbər bizi göndərib, sən casussan, məktub aparsan, məktubu ver. Dedi, məndə məktub yoxdur, and işdir. Miqdad dedi, yaxşı, deyirsən, yoxdur, yoxdur. Zübeyir dedi, ver məktubu. Dedi, məndə məktub yoxdur, and işdir. Dedi, and içirsən, deməli yoxdur, yanlış məlumat. Həzrəti Əmirül-Möminin əleyhissalam çəkdi Zülfüqarın, durdu yolda. Dedi, Allah Rəsulü deyibsə var, şəksiz, şübhəsiz var. Bunlar Miqdarla Zübeyir daxı deyir, yoxdur. Əli əleyhissalam buyurdu, nə qədər and etsən, nə qədər siz desəz, məktub var, çünki Allah Rəsulü deyib, burada yalan yoxdur. Bilirsiniz nə üçün misal çəkirəm bunu? Məsumun sözündə zərrə qədər şək şübhə yoxdur. Əmirül-Möminin əleyhissalam buyurdu, ya məktubu verəcəksən, ya da səni burada qılınclayacam. Saçının hörüklərinin arasından məktubu çıxartdı, verdi əleyhissalama. Əleyhissalam özünü də götürdü, gəldi. Əzizlərim, İmam Hüseyin əleyhissalamın bu hərəkatı İmam özü şəriət məsləri olduğuna görə, yəni şəriət ondan öyrənilər. Onun dediyi Allahın dediyidir, şəriətlə uyğundur. Peyğəmbərimiz buyurur, Əliyyun mə'l haqq vəl haqqu ma'Əliy. Əli haqlandı, haqq Əli iləndir. Və yəduru ma'hu heythu madar. Haqq Əlinin dalıca gedər, Əli hara getsə, haqq onlandır. Elə ki, bir yerdə Əli əleyhissalamı məsumu gördün, demə görəsən bu düzdür ya yox. İmam, məsum özü düzlüyün özüdür. Yəni, məsumun sözündən, feilindən yuxarı bir söz və feil yoxdur ki, onunla müqayisə edəsən, deyəsən buna görə, buna nisbətən bu düzdür ya yox. İmam Hüseyin əleyhissalamın hərəkatının səbəbi elə onun məsumluğudur. Bax, bir, yadınızda saxlayın, bu dərsdir. Onun məsumluğu, günahsızlığı, Allah tərəfindən haqq olan imamlığı özü səbəbdir ki, Allah onu o vəzifə ilə vəzifələndirib. Amma buna baxmayaraq, onun imam özü hədəfini izah edir. Bunu izah edəndən sonra adamın qəlbinə bir söz gəlir ki, ay günahkar, sən kimsən soruşasan İmam Hüseyin əleyhissalam niyə çıxdı Mədinədən, niyə bu addımı atdı, niyə götürdü balaların düşdüyü yollara, başqa yol yox idi. Adam özü-özünə deyir ki, soruşma, günaha düşərsən. Amma imamın hədəfin özü dediyinə görə adam cürət tapır soruşsun. Ağa, sən niyə belə elədin? Ağa, hədəfin deyir. Mən çalışacağım, qardaşlarım, bəzən bu savadlı insanlar deyirlər, gərək imam məclisləri elmi konferanslar təşkil olunsun, məqalələr hazırlansın, jurnallar, kitablar. Bu nədir? Avam məclisi qurulur, sinəzənlər, rozələr, söhbətlər. Yox, yox. Axı təbəqə hamısı akademik deyil, hamısı alim deyil. İmam Hüseyin məktəbində
həm alimlər üçün izah var. İmamın öz kəlamları alimlər üçün gözəl izahdır. İmamın vicdani məsələləri, atdığı addımlar savadı olmayan insanlar üçün belə deyəcəm ki, hansı addımları izahdır, təfsirdir. İmamın birinci hədəfin özü buyurur. Buyurur, və ma xərəctu əşərən və la bətirən və la mufsidən və la zalimən və innəma xərəctu li tələbəl islah fi ümməti cəddi. O İmam Hüseyin əleyhissalamın hərəkatına sual qoyanlar, nöqsan gətirənlərə bu cavab İmam Hüseyin buyurur. Buyurur, mən nə təkəbbür üçün çıxmadım bu yola. Yəni deməsinlər, axı biz bir iş görəndə içimizdə də olsa bir his qaldırır, baş qaldırır ki, əşə qoy desinlər filan kəs elədi. İmam buyurur, mən təkəbbür üçün çıxmamışam, lovğalıq üçün çıxmamışam. Mənsəb üçün çıxmamışam, deyirlər İmam hakimiyyət davasıdır. Mənsəb üçün çıxmamışam. Və əstəğfurullah, azğınlıqdan boş yerə, mənasız macəra axtarmağa çıxmamışam. Bu şou yaratmağa çıxmamışam. Fəsad törətməyə, aləmi qarışdırmağa çıxmamışam. Və nizamı pozmağa çıxmamışam. Görün neçə söz deyir. Nə də başqalarına zülm eləmək üçün çıxmamışam. Mən yalnız babam Peyğəmbərin, ümmətin islah etmək üçün yola çıxdım. İslahat üçün. Bildiniz hədəf nədir? Birinci hədəf nədir? İslahat harda olar, qardaşlarım, bacılarım? Məsələn, mikrofonumuz xarab olur ki, onu islahat düzəltmək. Xarab olan şeyi düzəldirlər. İmam Hüseyin ağa buyurur, mənim babamın ümmətində pozğunluqlar var, xarablıqlar var ki, şərabxoru gətirib oturdular Peyğəmbərində. Mən bu vəziyyəti düzəltməyə çıxmışam. Əgər İmam Hüseyin əleyhissalam olmasaydı, bugün Peyğəmbər dinindən və Quranından xəbər yox idi. Seyyid Əbdülhadi Şirazi Nəcəf alimlərindəndir. Allah ruhun şad eləsin. Həzrəti Əli əleyhissalamın hərəmində pişnamaz dayanardı, müştehiddir. Hər namazın niyyətindən qabaq Nəcəfdən üzün döndərərdi Kərbəlaya tərəf, deyərdi, Əssəlamu aleykə ya Əba Abdillah, salam olsun sənə ya Hüseyin. Deyərdilər, sən müştehidsən, bu sözün mənası nədir? Namazın niyyətindən qabaq İmam Hüseynə salam göndərsən, bunun səbəbi nədir? Deyirdi, bilirsin nədir, mən bu namaza durmuşam ha. Bu namazıma görə dönüb İmam Hüseynə təşəkkür edirəm ki, o canın, qanın, balasını verməsəydi, vətənindən didərgin düşməsəydi, mənim namazım olmazdı. Bugün din harda, orijinal din ayaq üstə qalıb, Muaviyə dini ilə işim yoxdur. Dürüst din harda qalıb, İmam Hüseyin əleyhissalama borcluyuq. Harda azad nəfəs alanlar var, İmam Hüseyin əleyhissalama borcluyuq. Deməli, İmam buyurur, bütün ümmətin boynunda İmam Hüseyin əleyhissalamın haqqı var, çünki Peyğəmbərin dininin islahatı üçün gəlir. Madəm İmam soruşmadan izah eləyir hədəfim, mən bu üçün çıxmışam, bu özü dediyinə görə mənim kimi günahkara mənə icazə verir ki, soruş İmam niyə belə eləyib? Soruşuram. Axı, bəzi suallar var, məsum icazə vermir soruşmağa. Mən biraz üzr istəyirəm, dərin danışsam, biraz sadələşdirəcəm, üzr istəyirəm. Məsələn, Quran-ı Kərimdə Allah Musa Peyğəmbərlə Xızır Peyğəmbərin Kəhf surəsində görüşün xəbər verir. Allah buyurur, Musa, ged, Xızırın adını demir, ged onun yanına elm öyrənməyə. Xızır Peyğəmbər deyir ki, mən neynəsəm soruşma. Məsumun hərəkətin soruşmazdır. Gəmini deşir, cavanı öldürür, divarı qurur. Bunu Qurandan məlumat olanlar bilir. Soruşma. Musa Peyğəmbər soruşanda da acığına gedir. Oxuyub Quranı eşidirsiz. Acığına gedir, soruşma. Axırda soruşduğuna görə uzaqlaşdırır. Xızır icazə vermədi, amma İmam Hüseyin ağa bu izah elədiyini icazə verir. İmam Hüseyin ağanın gəmisi böyükdür. İmam Rıza ağa deyirlər, ağa Peyğəmbər buyurur, Hüseyin hidayət çırağıdır, nicat gəmisidir. Bəs siz, ağa buyurur, biz də nicat gəmisiyik. Amma Hüseynin gəmisi daha sürətlidir. Adamı məqsədə tez çatdırır. İmam Hüseynin gəmisi daha genişdir, hamıya orada yer var. İmam Hüseyin bir ximə, bir çadır qurub, onun altında hamıya yer var. Hamıya yer var sığınmağa. İmam icazə verdi, soruşuram ağa, niyə belə elədin? Gərək öz kəlamlarından istifadə eləyək, bilək hədəfin. İkinci cəhət,
İmam Hüseyin əleyhissalamın hədəfinin birini dedim, islahat üçün. İkinci hədəfi. İmam Hüseyin əleyhissalam bir dənə zalim, diktator, hakim gəlmişdi hakimiyyətə Yezid. İmam çıxdı onun beyyətini sındırmağa, onu məğlub eləməyə. Bayaq dedim İmam Hüseyin əleyhissalam Yezid Vəlid ibn Ütbənin üstünə adam göndərdi ki, Hüseyinlə beyyət al. İmam Hüseyin ağanı gecə çağırdı. Mərvan dedi, gündüz çağırma. Gecə çağır Hüseyini. Beyyət eləməsə öldürək, başını göndərək Yezidə. İmam Hüseyin əleyhissalam Bəni Haşim cavanların götürdü. Rəcəb ayının təqribən 25-26-sı idi. Gecə ilə gəldi Darül-Əmaraya. Ağa buyurdu, bilirəm nə üçün çağırırlar. Darül-Əmara, yəni hökumət binası, gəldi Vəlidin, Mədinənin valisinin o sarayına, otağına. Vəlid və Mərvan oturublar. İmam Hüseyin əleyhissalam tək daxil oldu içəri. Vəlid dedi, bilirsən Hüseyin, Muaviyə ölüb, Yezid hakimiyyətə gəlib və səndən şəxsən məktub göndərib beyyət almağa. İndi ağanın cavabına baxın. İmamın kəlamların gərək öyrənək. Qabaqçı əsr deyil ki, cəmaat elə hər nə danışsın qulaq asa. Gərək imamın öz kəlamı, mənim kimi günahkarın sözündənsə, imamın kəlamların hər gecə bir neçəsini oxuyaq. İmam buyurdu, cavab ver. Əyyuhəl əmir, inna əhlü beytin nübüvvə və mədinir risalə. Ay əmir, ay vali, biz risalət, peyğəmbərlik evi, risalət mədəniyik. Bizim ev peyğəmbərlik evidir. Vəhy bizim evə gəlir. Risalət bizim evə gəlir. Subhanallah. Və muxtələfil mələikə, mələklər bizim evə gəlg edilir. Mənim peyğəmbərin ucağında mələklərin gəlg edilədiyi bizim evdir. Sözə baxın. Bina fətəhəllə və bina xətəmə. Allah bizlə başlayır həyatı. Peyğəmbərimiz özü buyurur, Tühafül Quddad bu hədis. Əvvəl ma xələqəlləh nuru nəbiyyikə ya Cabir. Əvvəl Allahın yaratdığı varlıq sənin peyğəmbərin nurudur. İmam Hüseyin ağa buyurur, bizlə Allah həyatı başladı. Bizlə qurtaracaq hər nəyi. Və Yazid rəculun fasiq. Mən kiməm? Yazid bizə günahkar adamdır. Şaribul xəmr. Şərab içəndir, araq içəndir. Qatil. Mən o vaxt ki Yaziddən danışıram. Sən bu sifətləri qoy qabağa denən İmam Hüseyin, bu gün də İmam Hüseyinin xətti, bugünün Yazidi ilə elə düşmən. Şaribul xəmr. Müsəlman xəta getməz, zina etməz, şərab içməz, it oynatmaz. Dili ilə xəlqi incitməz, ucuz almaz, baha satmaz. Subhanallah. Bina xədəmə və buyurur, qatilun nəfsil muharrəmə. O, Allahın haram etdiyi insanları, canlıları öldürür. Qardaşlarım, ay Yezid düz elədi deyən Yezidin balası, Muaviyyənin balası. Bilirsən Yezid cəmi 3 il hakimiyyətdə olub. İzzətin 61, 62, 63-cü ildə hakimiyyətdə olub. Bilirsən nələr elədi? İlk işi Allahın imamını öldürdü. Kərbəlada. Peyğəmbərin balaların əsir elədi. Peyğəmbərin ailəsini qətliam elədi. İkinci işi danışacağım bunları. Mədinədə Hərrə hadisəsi baş verdi. Mədinədə 12.000 adam öldürdü. Üçüncü işi Kəbəyə od vurdurdu. 3 il dalbadal Allahın Kəbəsini, Allahın Peyğəmbərinin qəbrini və Allahın imamını öldürdü. İmam buyurur, bu insan öldürəndir. Mu'linun bil fisk. Bu aşkara günah eləyəndir. Bu günahsızları qətlə yetirəndir. Pis əməlləri aşkar eləyən biridir. İndi sözə baxın. Mitli la yubayu mitlə. Demirim mən. Deyir, mənim mislim, mənim tayım, onun tayına heç vaxt biyyət eləməz. Hüseyin kimilər, Yezid kimilərin heç vaxt əlinin üstünə əl qoymaz. Bilmirəm, bu hədəfi İmam Hüseyin əleyhissalamın deyirlər, hədəfindən biri budur. Bu balaca hədəfdir. Bu hədəfə gedən yolda qarşıya çıxan maniyələrdir. İmam Hüseyin əleyhissalam, bilirsiniz nə dedi? Demədim, mən ona biyyət eləmərəm. Dedim, mənim kimiləri, onun kimilərə
beyət eləməz. İmam Hüseyin əleyhissalam məsələni şəxsi müstəvidən çıxarıb prinsipial müstəviyə gətirdi. Bilmirəm, bu cümləmi tutdunuz ya yox. Şəxsi məsələdən, müstəvidən çıxardıb prinsipial, zaman, əsr bə əsr, era bə era bir dənə ideya qoydu İmam Hüseyin əleyhissalam və nurla zülməti tanıtdırdı. Sonra buyurur, ümumiyyətlə mənim kimi, onun kimisine biət eləməz. Bir, günahların saymaqla, Yezidin hakimiyyətə gəlməsinin təkcə siyasi səhv yox, həm də dini və mənəvi dəyərlərin məhv olacağından xəbər verir. Yezidin hakimiyyətdə oturmağı dini və mənəvi dəyərlərin hörmətdən düşməsidir. Xalq, cəmiyyət mənəvi dəyəri ilə dəyərlidir. Mənəvi dəyərlər öləndə xalq aradan gedir, üzr istəyirəm, insanlıq süquta gedir, da nələr olur demirəm. Bu hadisədə də imamın hərəkatının tam şəri olmasını təsdiqləyir bu hadisə. Yəni imam buyurur, bu şəriətdir, bu Allahın dinin hörmətdən salır. Ona görə imamın hərəkatı dinin müdafiəsidir və düzdür. Mən kiməmi düz deyəm, amma təhlil edirik. Amma imamın hədəfləri bundan daha dərindir. Bir şeyi başa düşmək lazımdır ki, bir şeyi başa düşmək üçün daha doğrusu ziddin düşünmək lazımdır. Gündüzü başa düşmək üçün gecəni, ağı başa düşmək üçün qaranı başa düşmək lazımdır. Yaxşını başa düşmək üçün pisi görmək lazımdır. Yəni Yezid imamla beyət istəməsəydi də, hörmətlə yanaşsaydı da imam yenə qiyam eləyəcəkdi. Yezid çağırardı imamı, ehtiram eləyərdi. Amma imam yenə də Yezidin əlini üstəli qoymayacaqdı. Bu iki. Başqa bir cəhət, imamın hərəkatı ictimaidir. İmamın qiyamı ictimaidir, qardaşlar. Yəni imam çıxdı, hakimiyyəti alsın, imam çıxdı, hakim olsun, bu onun haqqıdır. Gərək yer kürəsində ən təmiz, ən ədalətli və Allahın hakim təyin elədiyi insan hakim olsun ümumi bəşərə. Bu onun haqqıdır. Həm maddi, həm mənəvi. Mənəvi cəhətdən Allah təyin edib, xəlifədir. Maddi cəhətdən isə, maddi cəhətdən mənəviyyatı görməyən insanlar, Muaviyə, İmam Həsən əleyhissalamın sülh müqaviləsi bağlayanda, sülh müqaviləsinin bir şərti buydu ki, Muaviyə özündən sonra xəlifə təyin eləməyəcək. Müqavilənin ziddinə əsasən, əgər Yezid gəlib oturubsa Muaviyənin yerində, demək bu maddi aləmdə də səhvdir. Müqaviləni, sülh müqaviləsini özü pozub. Bu maddi və mənəvi cəhətdən hər iki səhvdir. Bunu tələb eləyən, tələb etmək imamın haqqı idi. Bir dərin hədəf deyil bu da. İmam Hüseyin əleyhissalam hakimiyyət üçün çıxıb, bu dərin hədəf deyil. Çünki İmam Hüseyin əleyhissalam Muaviyənin müqaviləsinə əsasən xəlifə olmasına ehtiyac yoxdur. Çünki Peyğəmbərimiz buyurmuşdu, Peyğəmbər elan eləmişdi, İbnaya hadani imamani qaməv qa'da. Ümmətin imamı bu iki dənə balamdır. Qiyam eləsələr də, otursalar da. Həsən və Hüseyin. Həm də imam öz şəhadətin bilirdi. Elmi imamətlə bilirdi. Bir adam bilir ki, mən şəhid olacağım. Bu hakimiyyət davası eləyər. Xahiş edirəm, indi biraz yorulsam da bir 10 dəqiqə qurtararam sözüm, amma bu təhlilə qoy bu gecə qurtaraq. Sabah başqa bir məsələni təhlil edəcəyik. Hardan bilirdi imam? Birinci elmi imamətdən, ikinci Peyğəmbər xəbər vermişdi. Əli əleyhissalam xəbər vermişdi. İmam özü neçə ay əvvəl neçə dəfə demişdi, mən şəhadətə gedirəm. Vallahi la yəd'uni hətta yəstəxricu hadihil ələqətə min cavfi. Məkkədə imam demişdi. And olsun Allaha ki, əlim qoymuşdu ürəyinin başına İmam Hüseyin. Mənim bu ürəyimin qanını çıxartmayana qədər məndən əl çəkməyəcəklər. Bilin, imam bilirdi, şəhadətin bilən. Oturardı hakimiyyət davası ilə Mədinədə Dədə-Baba torpağında yığar cəmaatı qiyam eləyər. İmam hakimiyyət istəmir. Bu da başa salır ki, düşmən təkcə beyət yox, kin qusur. Beyət istəmir Yezid. Yezid Bədirdə ölən dədələrinin kinin alır Əli ailəsindən və bu yola şəhadətin bilərək
şuurlu çıxır İmam Hüseyin əleyhissalam və düşmənin Peyğəmbər nəslini kəsmək məqsədin olduğunu da bilir imam. Bildirdi ki, beyət etsə belə Yezid rejimi onun varlığına dözməyəcək. Çünki imamın varlığı onların zülm və qeyri-qanuni hakimiyyəti üçün hər zaman böyük təhdididir. Və qalə ləqəd rəeytü cəddə Rasulullah yəqulu innə ləkə dərəcətən fil cənnə la tənaluha illə bi şihadə. İmam Hüseyin ağa Peyğəmbərimiz buyurmuşdu, imam özü buyurur. Deyir, babam Peyğəmbər mənə dedi, oğul, mən gördüm, babam Peyğəmbər mənə deyir, sənin üçün cənnətdə bir dərəcələr var, o dərəcəyə yalnız şəhadətlə çatmaq olar. Yəni, bu şəhidlik mütləqdir. Şəhadətin mütləqliyin bilən hakimiyyət üstündə hərəkət elə bilərmi? Və ya Səfa dağının üstünə imam çıxır, özü Məkkədən elə ki, çıxır 8-də çıxmağa, həccə gedənlər görüb, Allah hər bizə nəsib eləsin, səy ilə Səfanın üstünə çıxıb bu xütbəni oxuyur. İmam ölümdən xəbər verir. Bu kəlamlara diqqətlə qulaq asın, qurban olum. Xuttəl mavtu alə vuldi Adəm, məxəttəl qələdəti alə ceydil fətat və ma əvləhəni ilə əslafi iştiyaq Yəqubə ilə Yusuf və xeyrülli məsra'ənə laqi. Xütbənin qoy mənasını deyim. Buyurur, ağa, ölüm Adəm övladının boynunda, gənc qızın boynuna boyunbağı yaraşan kimi yaraşır ölüm insana. Ölümdən qorxmamaq, ölməyi, bacaranı öldürməyi olmur. Baxın, İmam Hüseyin s.ə.v. bu ölüm, gənc qızın, gəlinin boynuna boyunbağı yaraşan kimi insanın boynuna yaraşır, asılıb, mütləqdir, olub ölümdən qaçmaq olmaz. Bilirsiniz, Yəqub Yusifə necə aşıq idi? Yəqubla Yusif ayrı düşmüşdü 40 il. Atanın balası atadan ayrı düşər. Ata necə tələsər balasını görməyə? Deyir o, Yəqub Yusifinə necə aşıq idi? Mən də Allah'a and olsun keçmişlərimə, babam Peyğəmbərə, atam Əmirül-Möminə, nənəm Zəhraya çatmağa o Yəqub Yusifə aşıq olduğu kimi aşıqəm. Subhanallah. Çox darıxmışam onlar üçün. Mənim üçün elə bir qurbanlıq yeri seçilmişdi ki, mən mütləq oraya yetişəcəm. Kərbəla mənim qurbangahım. Ölümü necə gözəl təqdim edir İmam Hüseyin s.ə.v. Bəzəkli boyunbağı deyir ölümə. Mən mütləq yetişəcəm deməsi burada ilahi iradəni elan edir. Və özü bu sözündə bu cümləni deyir. Mən kanə badilən muhcətə və muvattinən fi liqaillah fəlyərhəl mənə innə rahilun musbiha. Həzrət buyurur, mən kim hazırdır canın verməyə, Allahın huzuruna yetişməyə, fəlyərhəl mənə, atlansın atına, mən sübh çıxacam yola. Kim canından keçməyə hazırdır, gəlsin mənə. İmam Hüseyin əleyhissalam məktəbi, can verməyi haqq yolunda bacarmaq məktəbi. Mən çıxıram yola, kim gedir, gəlsin. Kəənni bi əvsani ölümündən xəbər verir. Gör, bu kəlamın, ağanın mübarək kəlamın o savadlılar üçün, hamı üçün, avamlar üçün, savadlılar üçün buyurduğu kəlam. Həzrət buyurur, qoy mənasını deyib. Elə bil görürəm Nəvasis və Kərbəla arasında, Nəvasis Kərbəlaya yaxın bir yerdir. İndi orada bir qəbrəstanlıq var. Azərbaycandan da dünyasını dəyişənləri keçən il orada bastırdılar, Allah rəhmət eləsin. Nəvasislə Kərbəla arasında çölün ad canavarları, Yezid ordusu, bədən üzvlərimi bir-birindən ayırır, boş qarınlarını və ad torbalarını mənlə doldururlar. İmam buyurur, bunu görürəm. Qələmlə yazılmış gündən qaçmaq mümkün deyil. Allahın razılığı biz Əhl-i Beytin razılığıdır. O da bizə səbr edənlərin mükafatını verəcək. Peyğəmbərin bədəninin parçaları heç vaxt ondan ayrı düşməyəcək. Onlar cənnət bağlarında onun ətrafında toplaşacaqlar. Peyğəmbərin gözü onlarla aydın olacaq. Yəni mənlə, İmam Hüseyin ağa buyurur, Peyğəmbərin yanında, Peyğəmbərin gözü mənlə aydın olacaq. Və Allahın onlara verdiyi vədi yerinə yetirəcəkdir. Bunları bilən və deyən kürsü davası eləyər. Deməli, bu da hədəf deyil, yalandır. 4-cü
Dördüncü, nəhayət bu 5 dənə hədəf yazmışam. Tez-tez deyim, ərzim tamam. İmam Hüseyin əleyhissalam, İmam Hüseyin əleyhissalamın hədəfi şəhidlik idi. Şəhidlik ölümün ən alasıdır. Cavab, bu da düz deyil. Çünki şəhidlik hədəf deyil. Bizim Qarabağda Allah şəhidlərimizə rəhmət eləsin. O 3000 cavanımızın ya ilk Qarabağ müharibəsində ruhlarına salavat deyir. Ya ilk Qarabağ müharibəsində şəhidlərimizin, o cavanlarımızın hədəfi şəhid olmaqdır, yox. Hədəf şəhidlik deyil. Şəhidlik hədəfə gedən yolda bir addım, bir vasitədir. Hədəf vətən torpaqlarının azad olmasıdır. İmam Hüseyin ağanın hədəfi şəhidlik deyildi. İmam Hüseyin ağanın hədəfi Peyğəmbərin ümmətinin islahatı idi. Bu yolda şəhidliyə qovuşdu. Şəhidlik də hədəf deyil. Yuxarıdakı kəlamlarda gördük ki, şəhadəti bilirdi. Qardaşı Muhammed Hənəfiyyə, İmam Hüseyin İslam gəldi Məkkəyə. Qardaşım, çox adam deyirdi, getmə. Mən bir il o getmə deyənlərin hamısını adbar saymışam. Fürsət olsa bu 40 gün ərzində bir də deyərəm olar. Necə hörmətli adamlar çıxdı İmam Hüseyin qarşısına. Ümmü Sələmə Peyğəmbərin xanımı dedi, getmə oğul. Qardaşı Muhammed Hənəfiyyə dedi, getmə. Özü ayaqları tutulmuşdu, gedə bilmirdi. Ağa buyurdu, sənə 2 günə xəbər deyərəm. Səhər oldu, gördü İmam Hüseyin İslam buyurdu, mən gedirəm, tərpən. Çıxdı qarşısına, ağa atın üstündə, qardaş çıxdı. Dedi, qardaş, bəs deyirdin, mənə 2 gün möhlət versən, dünən danışmışıq, bugün deyirsən, gedirəm. Ağa buyurdu, qardaş Muhammed, gecə babam Peyğəmbəri yuxuda gördüm. Nə gördün? Dedi, babam mənə dedi, İnnəlləhə şaə ən yərəkə qətilə. Oğul, Allah səni öz yolunda şəhid görmək istəyir. Qardaş, bu sözün qabağında söz deyənmərəm, onda balaların qalsın. Qardaş, onları da dedi Peyğəmbər, babam. Nə dedi? Dedi, İnnəlləhə teala şaə ən yərəhunnə səbaya. Allah onları da öz yolunda əsir görmək istəyir. İmam bunların hamısını bilirdi. Kərbəla şəhidləri niyə öndərdi, bilirsiniz? Bədir şəhidləri gedəndə bilmirdilər öləcəyi. Uhud şəhidləri gedəndə bilmirdilər öləcəyi. Yeganə şəhidlərin arasında Kərbəla şəhidləridir ki, bilə-bilə ölümün üstünə gedirlər. Ona görə bunlar şəhidlər sərvəridir. 5-ci hədəf, ali və düzgün hədəf, Quranın tələbinə əsasən imam hərəkətə keçdi. Çox təəssüf ki, Əməvilər bugünə qədər hakimiyyətə gələn gündən Hicrətin 41-ci ilindən İslamın qara günləri başladı ki, Muaviyə lənətli gəldi hakimiyyətə. Həmin gündən Əli və övladını hakimiyyətpərəst, hakimiyyət davası eləyən kimi qələmə verdi. Bugün də o yalanlar davam eləyir. Amma baxaq, sonda, söhbətimin sonunda, baxaq bu İmam Hüseyin Rəsamın atasının hakimiyyətə olan münasibətinə. Həzrəti Əmirül-Müminin əleyhissalam gəldi hakimiyyətə, oturmuşdu evində, 25 ildə oturmuşdu evində. Hücum edirlər, imamı evindən güclə çıxartdılar ki, gəl mənə hakim ol. İmam ayaqqabıların, çarıqların yamayırdı. Biri yamamışdı, biri qalmışdı. Qoydu yan-yana. Dedi, Nəhcüvağa kəlamıdır. Dedi, bu başmaqların, bu çarıqların nə qədər dəyəri var? Dedilər, indi bir tay yırtıq, bir tay saf ayaqqabının nə qədər dəyəri olur? Dedilər, ya əmr heç nə qədər. Həzrət buyurdu, bu hakimiyyətdən mən üçün dəyərlidir. Bu mənim ayağımdadır, mən istifadə edirəm. Hakimiyyət mən üçün bundan da ucuzdur. Dünyada ən ucuz şey bilirsiniz nədir? Adamın heç kimin tamahı düşməz. Əmr-i Salam buyurur. Xəstə keçinin burnundan axan su var. Hakimiyyət mən üçün ondan da ucuzdur. İmam Allahın təyinlədir. İmam kreslo davası eləyər. İmam hakimiyyət davası eləyər. İmam Hüseyin balasından keçər ki, hakimiyyətə. Bu da, bu balaca sözdür ki, Əməvilər bunu imamətin ayağına yazıblar. İmam Əli əleyhissalamın 3 dənədə müharibə gətirdilər imamın başına. Cəməl, Peyğəmbərin xanımla istifadə edirlər. Güya Osmanın qanını alır. İkinci Süffeyn, Quranın izlələri keçdilər. Qurandan imamın əleyhinə istifadə elədilər. Üçüncü də Nəhrəvan, müsəlmanların cəhalətindən istifadə edir.
Bu gün də mən məsələn adam tanıyırdım, heç kəlmə işarətini deyə bilmirdi. Göy dolların qırağını göstərdilər, getdilər Vəhabi elədilər. Əli əleyhissalama düşmən elədilər. Onunla doldurdular başını. Müsəlmanın cəhalətindən istifadə edib imama qarşı düşmənçilik yapdılar. Amma imamın gördünüz ki, xilafətə qarşı, daha doğrusu hakimiyyətə qarşı münasibəti. Əli əleyhissalamın vaxtında qazi olan Şüreyh qazi İmam Hüseynin qətlinə müsəlmanların parçalayır adı ilə fətva verdi. İmam Hüseyin əleyhissalam hədəfində fəsad yox, islahat üçün çıxdı. Qur'anın buyurduğu Ali İmran surəsini oxudum ki, əmr bil məruf və nəhyəz münkər üçün. Əzizlərim, sözüm tamam, zikri müsibətə işarə edib sözü verirəm Kərbəlaya. Amma biz niyə ağlayırıq? Birinci deyirlər, kişi ağlayar, bəli ağlayar. Allah Qur'anında deyir ağlayar. Özü də 40 il ağlayar. Yaqub Peyğəmbər kişilərin şahıdır, Peyğəmbər. 40 il balasından ötürü, Yusifdən ötürü ağladı. Gözləri də kör oldu. Gözləri kör olan səviyyədə ağladı. Ağlamaqdan gözləri tutuldu. Ağlamağı və gülməyi insana Allah verib. Əgər sən ağlaya bilmirsənsə, qəlbin daşlaşır. İmam Hüseyin ağaya ağlamaq qəlbi və ruhu tərbiyə edir. Xoş halına o şəxsin ki, İmam Hüseyin ağaya ağlaya bilər. İmam Rıza ağa buyurur, Yəbn-i Şərif, İzə bəkeytə alə şeyin fəfqi alə mithl Hüseyin, fə innəhu tahuttud dunubəl-izam. Yəbn-i Şərif, dünyada heç nəyə ağlama, ağlayanda cəddin Hüseyini ağla. Bir dənə ağlamalı varlıq var, o da Hüseynin müsibətidir, ona ağla. Çünki ona ağlamaq böyük günahları tökər, insanın qəlbini yumşaldar. Onun müsibətindən böyük müsibət yoxdur, İmam Hüseyin ağanın müsibətindən. Həm də biz bəzi şeyləri başa düşmürük, böyüklərə baxırıq, neyniyib biz deyilik. Baxıram Peyğəmbərin həyatına. Ali şəxslər 5 nəfər ağlayıb İmam Hüseyin əleyhissalama. Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləm bir gün İmam Həsən əleyhissalamın dodaqlarını öpdü. İmam Hüseyin əleyhissalamın boğazından öpdü. İmam Hüseyin əleyhissalam gəldi nənəsi Zəhranın yanına. Dedi, ana, mənim bax gör ağzımdan iyi gəlmir ki. Ağzımda işgal yoxdur. Buyurdu, oğul yox. Niyə narahatsın? Dedi, haçan gedirik babam Peyğəmbərin yanına? Babam Peyğəmbər Həsənin dodaqlarından öpür, amma mənim dodaqlarımı öpür, boğazımdan öpür. Xanım tutdu əlindən, gəldi dedi, ata, balon narahatdır. Dedi, qızım, bunun sirrin öyrənmə məndən. Əgər desəm, yen kədər eşq, həyatın kədərlə keçəcək, istəmə mən. Həzrət Zəhra buyurdu, de ata, da qala bilmərəm, da de. Dedi, qızım, ona görə Həsənin dodaqlarından öpürəm, bir gün bu balam Həsənə zəhər verərlər, bu dodaqlar zəhərin təsirindən göyərər, ona görə öpürəm. Amma balam Hüseynin boğazından öpürəm, bir gün bu boğazı Kərbəla adlı çöldə zülmlə susuz başın bədənindən ayrılır. Götürərdi Hüseyni Peyğəmbərimiz, boğazından öpərdi, ürəyinin başından öpərdi, çiyinlərindən öpərdi, döndərərdi, kürəyini öpərdi. Deyərdilər, ya Rəsulallah, xanım Zəhra soruşardı, bu nə öpüşdü, ata ya Rəsulallah? Peyğəmbər buyurardı, Ənə uqəbbülü məkanəs suyuf. Qızım, mən öpürəm qılıncların yerin, nizələrin yerin, oxların yerin öpürəm qızım. Bir gün bu balamın bədənində ox, nizə, qılınc əlindən yer olmaz. Əzimlərim, Peyğəmbər ağladı İmam Hüseyin əleyhissalama. Əmirül Müminin ağladı İmam Hüseyin əleyhissalama. Bir gün Süffeyn müharibəsində Muaviyə qoşunu suyun qabağını kəsdi, Fəratın qabağını. Gəldilər imama buyurdu, dedilər, imam buyurdu, kişilər kəsib gedin suyu alın. İmam Hüseyin ağanın 23 yaşı vardı. Bəni Haşim cavanlarından götürdü, silahlandı, getdi Muaviyə qoşunun mühasirəsini yardı, suyu aldı, yığdı qablara, gətirdi, susuzlara su paylayır, susuz heyvanlara və susuz əskərlərə su paylayır. İmam Əli Rəslam xiyməsindən çıxdı namazdan, dedilər, ağa gözlərin aydın olsun, oğlun suyu azad elədi. Əmirül Müminin Əslam başladı ağlamağa.
Dedilər, ağa niyə ağlayırsan, oğlum bu cür rəşadət göstərib. Ağa burada onu ağlamıram ki, görürəm Hüseyin indi susuzlara su paylayır. Bir gün olacaq elə bu Fəratın kənarında bu su paylayan balamı susuz öldürəcəklər. Süffeynə gedəndə Əmir-ül-Möminin əsələm Kərbəladan keçir, bu Nəhcübəğa sözüdür. Əmir-ül-Möminin düşür atdan yerə, torpağı götürür, sıxır, buraxır, deyir, vahəlləkə əyyuhət turbə, xoş halı o ay torpaq. Əmmar deyir, soruşdum, ağa bura nə torpaqdır belə deyirsin? Ağa buyurur, bir gün bu torpaq balam Hüseynin bədənini ağuşunda saxlayacaq. Bu torpaq ona görə xoşbəxt torpaqdır. Həzrəti Zəhra ağlayıb İmam Hüseyin aleyhisselama. Həzrəti Zəhra vəsiyyət eləyib İmam Hüseyin aleyhisselamı. Əli can, mən dünyadan gedirəm, amma canı sən, canı Hüseyin əmanəti. Hər gecə onun başının yanına su qoyuram. Aman da onun yanından suyu əski eləmə. Aman da ona acı söz demə. Ya Zəhra, sən demişdin Hüseyni Əli susuz qoyma, amma sənin baloy Kərbəlada susuz öldürdülər. Sən demişdin mənim balalarıma acı söz deməyin, amma sənin Kərbəlada balalarına acı söz nə? Əllərindən gələni elədilər, balaları, körpə qızları at qabağında qovdular. Ya Zəhra, İmam Həsən ağanın sözü ilə qurtarım sözümü. Həzrət İmam Həsən ağaya zəhər vermişdilər. Ağa ciyərləri ağzından gəlirdi. Ravi deyir, çatdım gördüm İmam Hüseyin ağa alıb qardaşının başın sinəsinə. İmam Həsən ağanın ciyərləri gəlir ağzından. İmam Hüseyin ağa ağlayır. Gözlərinin yaşı qardaşının sinəsi üzünə tökülür. İmam Həsən ağa gözlərini açdı, əlini uzatdı, İmam Hüseynin gözlərini sildi, başladı özü ağlamağa. Dedim, sən ağlama qardaş, mənə ağlama, dedi, niyə atam oğlu? Dedi, mənə fəxirdir sənin kimi şah qardaşımın sinəsi üstündə can verirəm Hüseyin. Ama Kərbəlada sənin başın üstə heç kəs olmayacaq. Hüseyin, sən adamsız öləcəksən. Hüseyin, sən kəfənsiz olacaqsan. Hüseyin, sən susuz öləcəksən. Hüseyin, sənin başın üstə fəqət gözü açanda qatilindən başqa heç kəsi görməyəcəksən.